Salam, mən Carzon Auto Import şirkətinin direktoru Qismət. Bugünkü gün sizə öz avtomobilimi təqdim edirəm. Avtomobil Chevrolet Camaro 2LT RS komplektasiyasıdır. Bundan əvvəl də mənim Chevrolet Camaro avtomobilim olub, lakin komplektasiya fərqinə görə mən bu avtomobili hərrazda gördüyüm zaman tam istədiyim avtomobili tapdığımı düşündüm. Azərbaycan bazarında yetərincə Chevrolet istehsalı modelləri görə bilərik. Bunlardan biri Egonix, Trax, Camaro, Malibu, Cruze. Camaro ölkəmizdə o qədər məşhur olmasa, seçim o qədər də geniş olmasa belə, avtomobilin komplektasiya olaraq digər Camarolardan fərqi ön faralarının radiator barmaqlığının ortasına qədər uzanması, xarici görünüşündə Zavod Black Edition 20'lik disklər bu avtomobilin gördüyünüz bütün zahiri görünüşü 2025 modelindən eynidir. Yəni, kənardan baxan adam bunun VIN koduna baxmasa ilini təyin eləyə bilməz. Avtomobilin cavanlar dediyi kimi arxa stopları Clear Stop. Bu RS spoilerdir. Digər modellərdə bu spoiler olmur. ZL-lərdə, SS-lərdə biraz daha böyük spoilerlər olur. Avtomobilin köhnə kolleksiyadan fərqi bufer çıxıntılarının aşağıda olmasıdır. Digər modellərdə yuxarı hissədə olur. Digər komplektasiyalarda LS, LT modellərində oturacaqlar parça olur. Parça olmasında sideniya qızdıran, sideniya soyudan önəm daşımır. Amma oturacaqların dəri olması soyudulma prosesində böyük bir önəm kəsb eləyir. Mustanglardan fərqli olaraq Camaro'nun arxa stoykası hündürdə olduğuna görə arxa oturacaqlarda 1.65 boylarında insan rahat əyləşə bilir. Yekun nəticə olaraq göstərdiyim avtomobil Chevrolet Camaro 2LT RS komplektasiyasıdır. Bu komplektasiyanı hərracda belə tapmaq çox çətindir. Siz də belə geniş komplektasiyalı avtomobillər əldə etmək istəyirsinizsə, aşağıdakı nömrələr vasitəsilə bizimlə əlaqə saxlaya bilərsiniz.